Salam əziz tələbələr. Bugün yenə mən sizlərlə Salmaz Kamil qızı. Deməli, sabahlarımızın möhtəşəm bir görüşümüz var. Əvvəlki vergi müsahibələrinin, imtahandan keçən tələbələrim də gələcək, mənim öz tələbələrim gələcək. Hal-hazırda onlar vergidə işləyirlər. Yəni yeni indi hazırlaşan tələbələr üçün motivasiya görüşləri olacaq. Sabahlarım saat 3-də. Hər birinizi gözləyirəm. Ünvan və konum, yəni ünvan üçün, konum üçün mənə yazmağınızı xahiş edirəm ki, yəni yazım sabah saat 3-də gecikməyin, görüşək. Çox faydalı bir görüş olacaq. Yəni müsahibəyə necə hazırlaşmalıyıq, hardan başlayaq, necə başlayaq. Tutalım ki, mənim balım misal üçün 72 baldır, mən nə vaxtdan başlamalıyam hazırlaşmağa. Bununla bağlı məlumatlar verəcək həmin tələblər elə mən özüm də. Yəni indiyənə qədər olan, belə deyim də, indiyənə qədər olan müşahidələrimə əsasən belə deyim məlumat verim. Çünki mən müsahibə mərhələsində tələbə hazırlamıram, amma müşahidələrim vardı. Yəni indiyə qədər tələbə hazırlamışıq. Onlar nə vaxtdan başlayıblar hazırlaşmağa. Əvvəlki tələbələrin hamısının fikirlərini almışam ki, misal üçün hansı müəllimdən hazırlaşıblar ki, uğur qazanıblar. Bunlarla bağlı məlumatları inşallah sabah saat 3-də danışarıq. Gözləyirəm hər birinizi.